Deməli, ekstranı nətər işləyirik? Ekstranı sistemi işləmək üçün nə etməliyik? Birinci deməli həmin otağa keçid edirik. Otaq yazdım bura 307. Keçid edirəm otağa. Not əkləyirəm. Buradan bunu daha işləməyin asan yolu burada Windows V basıram. Burada yaddaşda saxlamışam. Burada hazır vəziyyətdə var. Olmazsa əllə yaza bilərik. Extra guest giriş, çıxış saatı. Ən əsas giriş saatidir bizə maraqlı olan. 03:38 vərəqə bax yazıram oradan. 03:38 giriş saatını yazdım, düşdüm aşağı. Bunun deməli keçirəm bunun vəsiqəsini doldurmağa bura. Sonra bunun nəyini yazıram? Doğum tarixi. Seriya nömrəsini yazıram. Sonra onun nömrəsini yazıram bura. 055 337 qutardı getdi. İndi keçirəm, bunu qayd elədim mən. Qayd elədim. Bunu keçirəm foliosuna. Foliosuna işləmək lazım. Ekstraya işləyirəm. Ekstradır çünki. Ekstra deyəndə qızın adı ekstra deyə yox. Əlavə şeylər, otağın qiyməti bura işlənir, otağın ödənişi falan. Ekstra mı bura işlənir? Ekli vururam bura. Elə bil laundry işləyən kimi də bir şeydir. Gəldim bura. Demək bura yazıram. Yox, laundry yox. Room manuel. Bunun adı room manueldir. Enter bastım, gəldim bura. Room manuel nədir? Ekstra guest'i işləmək üçündür. Bura 40 manat yazıram. Həmişə 40 manatdır da çünki standart. Burada yazıram ekstra guest, yəni bundan ötürü alınıbdır. Room manuel ekstra guest. Qayd elədim. Təhsilat eləyirəm. Nə vəziyyətdə ödədim? Kart ödəmədi. Ledger ola bilməz. Cash, nağd ödəyirdi. Nağd 40 manat vəsiyo. Mən burada cash-i seçdim, bu onsuz avtomatik düşür. Vurdum bura. Vəsiyo. Buradadır. Düşdü bura. İndi məsələn onu yoxlamaq üçün baxaq bir dənə F6-ya girək. Hə, bu tane 40 manat. 307-ci otaq 40 manat. Düşdü bura. Bu qədər.